İndi bəhs edəcəyimiz mövzu Azərbaycanın geoloji quruluşu və tektonik zonaları olacaqdır. Azərbaycan bilirik ki, hansı litosfer tavuları toqquşmasından Azərbaycan relyefi, yəni hansı litosfer tavuları toqquşması nəticəsində yaranmışdır. Ərəbistan litosfer tavası ilə Avrasiyanın toqquşması nəticəsində əmələ gəlmişdir. Yəni buradakı əsas əmələ gəlmiş dağlar, düzənliklər, yəni deyəcəyik ki, əsas böyük sinklinal və antiklinallar bu litosfer tavuların toqquşması nəticəsində əmələ gəlmiş. Yəni Ərəbistan və Avrasiyanın toqquşmasına. Bilirik ki, Azərbaycan Alt-Himalay geosinklinal qurşağında yerləşir və geosinklinal qurşaqda yerləşirsə, burada artıq güclü zəlzələlər baş verə bilər və Azərbaycanın da böyük bir hissəsi 7-8 ballıq deyək ki, zəlzələ zonasında yerləşəcəkdir və burada 9-10 ballıq zəlzələ zonaları da var ki, bunlar hansılar sayılacaq? Şamaxıdır, Böyük Qafqazın, yəni cənub tərəfi Şamaxını qeyd edirik, Gəncəni qeyd edirik, bir də ki, Qapçı zirvəsini Naxçıvanda qeyd edəcək. Burada Azərbaycanın ən güclü zəlzələlərin baş vermə ehtimalı olan yerlər sayılır. Yəni hansılar olur? Bir daha deyək, Şamaxıdır, bir də Gəncə, eyni zamanda Qapçı qeyd edəcək. Bunlar 9-10 ballıq zəlzələlərin baş verə biləcəyi zonalar sayılır. Digər ərazilər isə 6-7 ballıq zəlzələ zonalarına uyğun gələcəkdir. Dedik ki, Azərbaycan əvvəllər bilirdik ki, Tigris okeanı sular altında olmuşdu. Daha sonra Ərəbistan və Avrasiya toqquşması nəticəsində burada konvergent proseslərin təsiri nəticəsində dağlar əmələ gəlmiş, yəni dağ əmələ gəlmə prosesi olmuşdu və beləliklə də dağların qalxması nəticəsində o Tigris okeanı suları çəkilmişdi və hal-hazırdakı Azərbaycanın müasir relyefi formalaşmışdı. İlk növbədə indi gəlin baxaq görək hansı ərazilər sular altında çıxmışdır. İlk dövrdə bizdə ən qədim süxurlar Paleozoy dövrünə aid olacaqdır. Burada şəkildə gəlin baxaq. Ən qədim süxurlarımız Paleozoy dövrünün çöküntülərinə aid olacaqdır. Burada ən qədim belə deyək, bu hissələr hamısı hələ ki suların altında idi. İlk dəfə səthə ada kimi çıxan ərazilərimiz hansıları olubdur? Sədərək qalxanı, yəni Şərur rayonunda yerləşən Sədərək qalxanıdır. Bir də ki, Tovuz rayonunda yerləşən Zəyimçay, Əsirçay hövzələri sayılır. Bu ilk dəfə yer səthinə çıxdığı üçün burada Paleozoy dövründə baş vermişdir və burada Paleozoy dövrünün süxurları toplanmışdır. Ən qədim süxurlarımız məhz bizdə Paleozoya aid olacaqdır. Bizdə artıq ondan Paleozoydan əvvəlki olan Arxeik və Proterozoy dövrünün eralarının, eyni zamanda dövrlərinin süxurlarına rast gəlməyəcək. Ən qədim süxurlarımız hansı eraya aid olacaqdır? Paleozoy erasına aid olacaqdır. Bunlar hansılar olur? Şərurda Sədərək qalxanı, Tovuzda isə Zəyimçay, Əsirçay hövzəsi sayılır. Davam edirik. İndi Paleozoydan sonra bilirik ki, Mezozoy dövrü. Mezozoy dövründə isə Mezozoy erası gəlir. Mezozoy erası hansı dövrlərdən ibarət idi? Trias, Yura və Təbaşir dövrlərdən ibarət idi və ardıcıl olaraq Paleozoydan sonra Trias dövründə artıq bu hissədə Dərəliyəs silsiləsində deyirik ki, yer səthinə çıxan hissələrdən olmuşdur. Yəni ada şəklində digər Trias dövründə Dərəliyəs dağları ada şəklində yer səthinə çıxmışdır və Trias dövrünün çöküntüləri yalnız burada Dərəliyəs silsiləsində yerləşəcəkdir. Növbəti gəlir artıq Trias, Yura qeyd edirik. Yuradan sonra isə Təbaşir dövrünü qeyd edəcək. Yura dövrünün süxurları harada daha çox yayılacaqdır? Yura yadda saxlayacaq. Yura yuxarı sözünü yadda saxlaya bilərsiniz. Yura yüksək dağlıq hissələrdə olacaqdır. Burada baxırıq ki, hansı hissələrdir? Baş Qafqaz silsiləsidir, yan silsilədir, Murovdağ və Qarabağ silsiləsidir ki, dediyim kimi yüksək dağlıq hissələrdə Mezozoy erasının Yura dövrünün süxurlarına biz rast gələcək. Bir qədər aşağı hissələrində isə yenə həmin yerlərdir. Baş Qafqaz, yan silsilə, Murovdağ, Qarabağ silsiləsidir ki, həmin o Böyük və Kiçik Qafqazın bir qədər orta dağlıq hissələrini qeyd edirik bu səfər. Yəni bu hissələr yüksək dağlıq idi, Ağrətə qala gəlir. Yüksək dağlıq idi, yüksək dağlıq isə Yura dövrünə aid oldu. Orta dağlıqlar isə hansı dövrə aid olacaqdır? Təbaşir dövrünə aid olacaq. Yəni bir sözlə biz deyirik ki, Böyük və Kiçik Qafqaz dağlarında Mezozoy erasının süxurlarına daha çox rast gəlir. Dövr olaraq isə sorsa hansı dövrləri deyəcək? Böyük və Kiçik Qafqazda Yura yüksək dağlıq hissələrdə, Təbaşir isə bir qədər orta dağlıq hissələrdə yayılacaqdır. Davam edirik, indi keçirik Kaynozoy erasının dövrlərinə. Kaynozoyda isə bilirik ki, Kaynozoy bölünür hansı dövrlərdə? Paleogen, Neogen və Antropogen dövrlərinə bölünür. Paleogen dövrünün süxurlarına biz daha çox rast gələcək Talış, Peştəsər, Buruvar silsilələrinə, yəni bir sözlə deyəcək Talış dağlarına. Bir də Naxçıvanın şərq tərəfində, yəni sağ tərəf hissəsində axtaracaq biz bunu. Zəngəzur
silsiləsində yayçı və ordubat düzənliklərində biz bu paleogen dövrünün süxurlarına rast gələ bilərik. Eyni zamanda Şaxta silsiləsi və Qobustanın yüksək dağlıq hissələrində biz paleogen dövrünün süxurlarına rast gələ bilərik. Neogen dövrünün süxurları isə bizdə alçaq dağlıq ərazilərdədir. Bunlar hansılardır? Qobustan alçaq dağlığıdır, Ceyrançul Acnoxurdur, Bozdağdır, Qusarmali düzənliyi, Cəllabad və Zəngəzur silsiləsində biz buna rast gələ bilərik. Zəngəzur silsiləsində bu bir qədər burada istisna haldır. Çünki burada süxur inversiyası baş vermişdir və nəticədə də cavan süxurlar normalda düzən ərazilərdə olacaqdır. Qədim süxurlar isə əsasən öncələcək ki, yüksək dağlıq hissələrdə olacaqdır. Zəngəzur dağlar olduğu üçün, yəni dağlıq ərazi olduğuna görə, yüksək dağlıq hissə olduğuna görə orada məntiqdən qədim süxurlar olmalı idi. Amma burada baxırıq ki, Neogen dövrünün süxurlarına rast gəlir. Bu nəyə görə belə olub? Buna biz nə deyəcəyik? Süxur inversiyası, yəni yer dəyişimi baş vermiş burada. Süxur inversiyası baş vermişdir və cavan süxurlar burada yuxarı hissələrdə, yəni yüksək dağlıq hissələrdə rast gəlmişdir. Bu yəni istisna haldır. Davam edirik, Neogeni dedik və Kaynezoyun 4-cü dövrünün süxurları haqqında danışacağıq. 4-cü dövrün süxurları həm çökmə süxurları ola bilər, həm də vulkanik süxurlar ola bilər. Əvvəlcə qeyd edəcək biz vulkanik, daha doğrusu çökmə süxurları haqqında. Çökmə süxurlar harada olacaqdır? Əsasən düzənliklərimizdə geniş yayılacaqdır. Bu Şollar düzüdür, Samurdəvəçi ovalığıdır. Bunların yerləri göstərir. Demək, Şollar düzü, Samurdəvəçi ovalığıdır. Bir qədər Qusarmali düzənliyini az bir hissəsini deyə bilərik. Amma Qusarmali düzənliyi əsasən bayaq da qeyd etdik, haradaydı? Neogen dövrünün süxurlarında öyrənəcəyik. Əsasən ovalıqları qeyd edirik. Şollar düzüdür, Samurdəvəçi ovalığıdır, Abşeron yarımadasıdır. Kürərz ovalığının hər bir düzənliyində deyəcək, yəni Şirvan, Nil, Muğan, Cənub-Şərqi Şirvan, Salyandır. Eyni zamanda Lənkəran ovalığını qeyd edəcək. Burada Cəyən, İncə, Hərəmi düzənliklərində, Ceyran, daha doğrusu Qazax, Qarabağ düzənliklərində, yəni Gəncə, Qazax və Qarabağ düzənliyində, Qana və Əksəy düzənliyində rast gələ bilərik. Eyni zamanda Naxçıvandakı bu Şərurdur, Naxçıvandır, Böyükdüzdür, Gülüstan düzənliklərində biz bu 4-cü dövrün çökmə süxurlarına rast gələ bilərik. 4-cü dövrün vulkanik süxurları isə harada yayılıbdır? Bizim vulkanların püskürdüyü yerimiz Qarabağ vulkanik yaylası olacaqdır ki, 4-cü dövrün vulkanik süxurları da Qarabağ vulkanik yaylasında yayılmışdır. Az öncə də qeyd etdik ki, cavan süxurlar əsasən düzən ərazilərdə olacaqdır. Hündürlük artdıqca isə nə baş verəcəkdir? Süxurların yaşı artır. Yəni, hündür dağlıq hissələrdə qədim süxurlardır, yaşı çox olan süxurlardır. Hündürlük az olan yerlərdə isə yaşı az olan, yəni cavan süxurlara rast gələcək. Yenə bir istisna hal qeyd edirik ki, Qarabağ vulkanik yaylası hündür, yüksək dağlıq olsa da, orada qədim yox, cavan süxurlara rast gələcək. Yəni, Kaynezoy bilir ki, cavandır. Kaynezoy, yəni antropogen dövründən söhbət gedəcək. Burada antropogen dövrünün vulkanik süxurlarına rast gəldi. Burada səbəb nədir? Nə üçün burada qədim yox, cavan süxurlar yayılıbdır? Bunun səbəbi isə odur ki, Qarabağ vulkanik yaylasında vulkanlar püskürmüşdür və yer səthinə 4-cü dövrdə yeni süxurlar, yəni cavan süxurlar səthə çıxmışdır və nəticədə Qarabağ vulkanik yaylasında rast gələn süxurlar yaş baxımından cavan süxurlar sayılır. Amma digər hündür dağlıq hissələrimizdə isə biz bir qədər qədim süxurlara rast gələ bilərik. Davam edək. Biz indi tektonik zonalar haqqında qeyd edəcəyik. Ona görə burada palçı vulkanları haqqında məlumat verdi, ona baxalım. Palçı vulkanları psevdo vulkanlar sayılır. Biz bilirik ki, yer kürəsində ən çox palçı vulkanları məhz Azərbaycandadır. Onların sayı 300-ə yaxındır. 300-dən çoxdur. Hətta deyəcək, Torağay bu palçı vulkanların içərisində ən hündür palçı vulkanı sayılır. Digər vulkanlar isə Şıxzahiridir, Axtarma Paşalıdır, Qalmazdır, Çeyrəki, Otman Bozdağ adında palçı vulkanları adları qeyd edə bilər. Biz bilirik ki, palçı vulkanları harada daha çox yayılır? Azərbaycanda Qobustandır, Abşerondur, eyni zamanda Cənub-Şərqi Şirvandır ki, bu üç ərazidə biz palçı vulkanlarına daha çox rast gələ bilərik. Bunun palçı vulkanlar yayıldığı yerə qeyd edəcək ki, çökmə süxurlar toplanır və çökmə süxurlar toplanan yerdə də qeyri-filiz faydalı qazıntılar zəngin olacaqdır. Burada üç bucaqlarda onu göstərir ki, burada qeyri-filiz faydalı qazıntılardan neft və qaz daha çox yayılıbdır. Bir də qeyd edəcək ki, palçı vulkanların püskürdüyü məhsul, yer səthinə çıxartdığı məhsul nə adlanır? Sayıcı adlanır və bu quruyaraq bəlkə nəyə çevirir? Breksiyaya çevriləcəkdir. Və bunlar da əlbəttə ki, əsəb xəstəliklərinə müalicə əhəmiyyəti olacaqdır. Yəni bunlar əsəb xəstəliyinə, dəri xəstəliyidir, oynaq xəstəliklərinə
müalicəsində istifadə olunur və bu baxımdan da Palçıq vulkanları Azərbaycanda qoruma altındadır və ora xeyli turistlər gəlməkdədir. İndi qeyd edək Azərbaycandakı tektonik zonalar haqqında. Tektonik zonalar, burada şəkildə də baxa bilərik ki, tektonik zonalar məhz bu 5 tektonik zonaya bölünəcəkdir. Ön Qafqaz tektonik enməsi və yaxud da ki, əyilməsi də deyə bilərik. Böyük Qafqaz tektonik qalxması, Kür dağarası çökəkliyi, Kiçik Qafqaz tektonik qalxmasıdır və Orta Araz əyilməsi qeyd edəcək. Burada Kiçik Qafqaza diqqət yetirir. Kiçik Qafqaza Qarabağ ərazisində olan Qafqaz dağlarını qeyd edə bilərik, Talış dağlarını, eyni zamanda Naxçıvanda olan dağları qeyd edəcək ki, bunların hər üçü Kiçik Qafqaz tektonik qalxmasına aiddir. İndi başlayaq Ön Qafqaz tektonik çökməsi haqqında. Demək, Ön Qafqaz tektonik çökməsinə hansı düzənliklərimiz aid olacaq, bunu qeyd edək. Şollar düzüdür, Samudəvəti ovalıdır və Qusar mayı düzənliyinin kiçik bir hissəsi, az bir hissəsi Ön Qafqaz tektonik əyilməsinə aiddir. Hansılar oldu? Şollar düzü, Samudəvəti ovalı və Qusar mayı düzənliyinin az bir hissəsi, kiçik bir hissəsi Ön Qafqaz tektonik çökməsinə aiddir. Böyük Qafqaz tektonik qalxmasını Böyük Qafqaz dağlarında yerləşən silsilələri, dağları, zirvələri qeyd edə bilərik. Bura yəni Baş Qafqaz silsiləsi, Yan silsilələri, Qovdağ, Niyaldağ, Lənkəbir silsilələrini, Ələt silsiləsinin tirəsini qeyd edə bilərik. Eyni zamanda ən əsas burada Qobustan, Alçaq dağlığını, eyni zamanda Abşeron yarımadası. Abşeron yarımadası da bir daha vurğulayıram, Abşeron yarımadası da Böyük Qafqaz tektonik qalxmasına aiddir. Burada qalxma adlandırdığımız üçün burada əsasən dağlar və silsilələr, müsbət relief formalarına daha çox rast gələcək. Kür dağarası çökməsi ən böyük tektonik zonamız olacaqdır. Bunlar hansılar, nələr bura daxildir? Əsasən ovalıqlar və düzənlikləri qeyd edəcək. Kür arası ovalının özü olacaqdır. Yəni burada Şirvandır, Mildir, Muğandır, Cənub-Şərqi Şirvan, Salyan, Lənkəran ovalığıdır. Sonra qeyd edəcək burada Qanağa Əriçaydır, Acnohurdur, Ceyrançöldür, Gəncə Qazax düzüdür, Qarabağ düzü. Burada Orta Araz boyu düzənliklər, Aşağı Araz boyu düzənliklərdən Cəyən, İncə, Hərəmi düzənliklərini qeyd edə bilərik ki, bunların hər biri harda yerləşir? Kür dağarası çökəkliyində yerləşəcəkdir. Və ən əsası burada sərhəddə yerləşənlər, yəni digər tektonik zonaların yaxınlığında yerləşən relief vahidləri ən çox qarışdırılanlardır. Burada məsələn Gəncə Qazax düzüdür, Qarabağ düzüdür. Bunu bəzən səhvən Kiçik Qafqaz tektonik qalxmasına aid edilir. Və yaxud ki, ən çox səhv edilənlərdən biri Qanağa Əriçaydır. Bunu da əksər abituriyentlər Böyük Qafqaz tektonik qalxmasına aid edirlər. Yəni bir qayda olaraq belə yadda saxlayacaq ki, bunun adı nə oldu? Kür dağarası çökəkliyi. Çökəklik isə biz burada əsasən ovalıqlar qeyd edəcəyik, düzənlikləri qeyd edəcəyik. Amma bu nə oldu? Böyük Qafqaz tektonik qalxması. Yəni qalxma olan yerdə biz dağlar, silsilələr qeyd edəcəyik. Orada ovalıqları qeyd etməyəcək. Yəni düzənliklər orada çox az olacaqdır. Yəni demək olar ki, yox dərəcəsində. Ovalıqdırsa, düzənlikdirsə bir qayda olaraq Kür dağarasına aid edə bilərik. Eyni zamanda Ön Qafqaz tektonik çökməsinə və Orta Araz əyilməsinə aid edəcək. Amma dağ silsilədirsə biz bunu Böyük və Kiçik Qafqaz tektonik qalxmasına aid etmiş olacaq. Bir də bayaq unutdum, dedik Qusar mayı düzənliyinin az bir hissəsi, kiçik bir hissəsi Ön Qafqaz tektonik əyilməsinə aid edir. Amma böyük bir hissəsi, əsas hissəsi Böyük Qafqaz tektonik qalxmasına aid olacaq. Yəni, böyük hissəsi böyüklə olan tektonik zonaya aiddir. Davam edək, indi Kiçik Qafqaz tektonik qalxma zonasından burada Murğuz silsiləsi, Şavdar silsiləsidir, Murov dağıdır, Şərqi Göyçə, Qarabağ vulkanik yaylasıdır, Qarabağ silsiləsidir, Yazı yaylasıdır. Bunlar Qarabağ tərəfdə olan dağlarımız olacaqdır. Digər isə Talış dağlarında deyəcək Talış, Peşçəsər, Dizdoni və Bulovar silsilələrini qeyd edə bilərik ki, bunlar da Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Və Naxçıvanda yerləşən Zəngəzur və Dərələyə silsilələrini qeyd edirik. Bir də Orta Araz boyu düzənliklərdən burada 7 dənə düzənlik vardır. Son ikincisini Yayçı və Ordubad düzənliklərini qeyd edirik. Kiçik Qafqaz tektonik qalxmasına aid edəcək. Sonra qaldı tektonik əyilmələrdən hansı, demək, Orta Araz tektonik əyilməsi qaldı bilinir. Burada da Sədərək, Şarur, Böyükdüz, Naxçıvan və Gülüstan düzənliklərini qeyd edirik ki, bunlar hamısı da aid olduğu Orta Araz tektonik əyilməsinə aiddir.
Demək, silsilələr dedik ki, əsasən ya Böyük Qafqaz, ya da Kiçik Qafqaza aid edəcək. Amma burada bəzi xırda silsilələr var ki, kiçik silsilələr var ki, hündürlüyü o qədər çox deyil və yerləşik mövqeyə görə Kür dağı rəsminə aid olacaqdır. Bunlar hansılardır? Boz dağdır, Palandökən silsiləsidir, Qocaşendir, Daşüt silsiləsidir, Çoban dağ silsiləsidir ki, bunların hər biri Kür dağı rəsmi çökəliyinə aid olan silsilələr olacaqdır. Demək, bir də qeyd edilməyi tektonik zonaların sərhədində bu qırılmalar ki var, yəni bu sərhədlərdə nələrə rast gələ bilərik? Bunun haqqında burada məlumat qeyd olunubdur. Bu tektonik qırılmalar digər tektonik zonalar arasında sərhədlər sayılır və burada yamaclar dik olacaqdır, yəni dik yamaclara rast gələ bilərik. Tez-tez burada sürüşmələr baş verəcəkdir, dik yamaclar olduğuna görə və burada termal və mineral bulaqlara rast gəlmə ehtimalı daha çox böyük olacaqdır. Demək, dərsimiz bu qədər idi. Azərbaycanın tektonik zonaları və